Hər kəsi salamlayırıq. Bugünkü dərsimiz müəyyən integral, Newton-Leibniz süsturdu. Bundan əvvəlki dərsdə biz qeyri-müəyyən integral öyrəndik. Qeyri-müəyyən integralın nə olduğunu bildik. Qeyri-müəyyən integrala aid bütün qaydalara, bütün xassələrə baxdıq. Bugün isə müəyyən integral, Newton-Leibniz süsturdu. Uşaqlar, deməli müəyyən integral nədir? Əvvəlcə bilməliyik ki, biz qeyri-müəyyən integral dedikdə bütün ibtidai funksiyalar çoxluğu olduğunu bildik. Bəs müəyyən integral nədir? Tutaq ki, verilibdir sərhəd daxilində, məsələn, mənfi adam, tutaq ki, və adam B-yə. Hər hansı bir sərhəddir, adam B-yə, f(x) funksiyasını hesablamaq lazımdır. Verilmiş sərhəd daxilində f(x) funksiyasının tapılmasına müəyyən integral deyilir. Yəni, baxın, bu indi yazacağım düstur Newton-Leibniz düsturudur. Adam B-yə f(x) dx nə eləyəsik? Bu f(x)'ın integralı dedik ki, böyük f(x)'dir. f(x)'in integralı böyük f(x)'dir. Sərhədlər də adam B-lədir. Belə hesablanır. Yerinə qoyursunuz. fb çıxılsın f(a). Şurada bu yazdığım Newton-Leibniz düsturudur. Bir də təkrar edirəm. Adam B-yə sərhəd daxilində f(x) dx funksiyasının integralı böyük f(x) kimi tapılır. Adam B-yə sərhəd daxilində məsələn 1-dən 2-yə nə edirəm? Böyük sərhədi yerinə qoyuram. f2 çıxılsın f1. Nümunə. Tutaq ki, misal 1. Belə bir sualdır. 1-dən 3-ə, 1-dən 3-ə. X dx-i 1 tapır. Nə edirəm? Əvvəlcə x-in integralını tapıram. X-in integralı x üstü 2 bölünsün 2-dir. Qaydaya görə. Sərhədlərimiz 1-dən 3-ə qədər. Nə eləməliyəm? Aparıb yerindən 3 yazıram. 3-ün kvadratı 9 bölü 2. 9 bölü 2-dən indi yerinə 1 yazıram. 1-in kvadratı 1, 2-də 1. Bunu da hesablasaq, bölür 2-də 8, yəni cavabım 4. Məsələn. İndi baxırıq, bir başqa nümunə, məsələn, nömrə misal 2 olsun. Tutaq ki, sərhədlərin verilir 0-dan pi-yə. 0-dan pi-yə. Deyir ki, kosinus x dx. Bunu hesablayalım. Əvvəlcə, kosinus x-in integralını tapmaq lazımdır. Kosinus x-in integralı müsbət sinus x-dir. Müsbət sinus x-dir. Sərhədləri 0-dan pi-yədir. Pi bölü 2 olsun istəsiniz. Pi bölü 2-yə. Nə eləməliyəm? Yerinə qoymalıyam. Düstura fikir verin. fb minus f(a). Yəni sinus pi bölü 2. Sinus pi bölü 2 çıxılsın sinus 0. Bu da nə alınır? Sinus 90, sinus 90'da 1. Sinus 0'da 0. Cavabım oldu 1. Şuralar, baxın, bu müəyyən integralın tapılması da Newton-Leibniz düsturuna aid nümunədir. Bir başqa nümunə yazıram. Tutaq ki, belədir sualımız. Bir integral, bu da 3-cü olsun. Məsələn, mənfi 2-dən 4-ə integralımız budur. Deyir, x kvadratı üstə gəl 2x plus 3 dx. Deyir, bunu hesablayalım. Bunu hesablamaq üçün nə etməliyik? Əvvəlcə integralı hesablamalıyıq. İntegral necə hesablanır? X üstü 3 bölü 3. 2x'in integralı x kvadratıdır. Çünki üzərinə 1 gəl, aşağıda üzərinə 1 gəl, 2'lər ixtisar gedir. Sabitin integralı da 3x'dir. Yəni 3'ün integralı 3x'dir. Sərhədlərim mənfi 2-dən müsbət 4-dədir. Düstura baxırıq. fb çıxılsın f(a) xassəsinə görə. Aparıb 4'ü yerinə yazmalıyam. 3'də 4'ün kubu 64. Üstə gəl. 4'ün kvadratı 16. 3 vur 4 elədi 12. Bunu hesabladıq. Bu cavabdan çıxıram. İndi mənfi 2 qoyuram aparıb yerinə. Mənfi 2'nin kubu 8 bölü 3. Amma mənfi. Mənfi ədədin tək dərəcədən qüvvəti mənfi idi. Mənfi 2'nin kvadratı müsbət 4.
Mənfi 2 ilə 3-ə vuranda mənfi 6. Bundan bunu çıxmalıyam. Bir də fikir verin passiyaya. F5 çıxılsın F-a. Yəni bir dəfə aparıb B-ni qoydum, yəni 4-ü qoydum. Hər birində 4-ü qoyuruq. Bax, hər birində aparıb 4-ü qoydum. Alınan cavabdan çıxacam F-A-nı. Yəni aparıb yerdə mənfi 2 qoyuram. Hər birində qoyuram mənfi 2-ni. Bu da adi hesablamadır da, burada tapmaq mümkündür. Bax, bu yazdıqların hamısı Newton-Lewis üsullu uşaqlar, müayyən nümunələr sizə yazdım. Baxaq, biraz fərqli bir sual var mı? İstənilən sualı xassə ilə və bu qayda ilə işləyirik. Nümunəyə baxaq, məsələn, nömrə 4 olsun. Test toplusunda 28-ci sualdır bu. Bir integralın sərhədləri 0-dan x-adır. 2y çıxılsın 8 dy bərabərdir 1. Deyir ki, tənliyinin köklər cəmini tapın. Biz qeyri-müəyyən integralda nə edirdik? İntegralını tapırdıq. Fərqlilik nədir? Sərhədlər var. Aparıb sərhədləri o düstura əsasən yerinə qoyuram. Əvvəlcə bunun integralını tapıram. İntegrallama dəyişəninə fikir verin, y-ə görədir. Ona görə də bunun integralı y kvadratıdır. Çünki üzərinə 1 gəldim. Xassəyə görə məxrəcdə də 1 üstə gəl 1, 2, 2-lər getdi. Qaldı y kvadratı. Y kvadratından törəmə alsam, baxın 2y gedir. Yəni 2y-ın integralı y kvadratı, y kvadratının törəməsi 2y. 8-in integralı da 8y. Sərhədlərim 0-dan x-adır, bərabərdir 1. Yerinə aparıb x qoyuram. Harda y varsa yerinə x qoyuram. Olur x kvadratı, çıx 8x. Bir dəfə də yerinə 0 yazmalıyam. 0 yazanda bunlar ixtisar gedir. Bərabərdir 1. Biri də sola keçirdim. Oldu 0. Bizdən soruşur ki, burada tənliyinin köklər cəmi tapın. Viet teoreminə görə tənliyin köklər cəmi əks işarə ilə ikinci hədəm sayına bərabər edir. Yəni x1 plus x2 bərabərdir müsbət 8. Cavabımız oldu burada 8. Belə bir sualdır. İndi funksiyalara görə baxıram. Uşaqlar, cüt funksiyanın, bir də tək funksiyanın integralına baxaq. Daha sonra əyrilərlə hüdudlanmış sahələrə baxaq. Görək orada hallar necə. Bax, tutaq ki, bizə fx funksiyası verilibdir. Hər hansı bir fx funksiyasıdır. Çox diqqətli olun. Və funksiya deyir ki, cütdür. Fx funksiyası cütdür. Bizə bunu verilibdir. Qısa bir təkrar edək. Tək cüt funksiyanın tərifi necədir? F mənfi x bərabərdir müsbət fx-a. Cüt funksiya olan yerdə tək funksiya olmazdı. Sabit isə olardı. Məsələn, y bərabərdir x kvadratı da cüt funksiya idi. Xatırlayın. Y bərabərdir x kvadratı plus 4 olsa, sabit olsa belə yenə cüt funksiya idi. Cüt funksiyanın qrafiki o y oxuna, yəni ordinat oxuna nəzərən simetrik idi. Onda tutaq ki, y bərabərdir 4 yazsam, y bərabərdir 4-ün özü də cüt funksiyadır. Belə təkrar. İndi, tutaq ki, bizə fx funksiyası verilmişdir. Deyir, fx funksiyasının əgər fx funksiyası, yəni cüt funksiyanın simetrik sərhəd daxilində, bir də təkrar edirəm, fx cüt funksiyasının simetrik sərhəd daxilində integralını belə də yazılır. 2 vurulsun, integral mənfi adan sıfıra fx dx və yaxud bərabərdir 2 integral sıfırdan aya fx dx formasında yazılır. Simetrik sərhədli fx funksiyasının integralı 2 vurulsun, yəni 2 dəfə mənfi adan sıfıra və yaxud sıfırdan həmin o müsbət aya. Tutaq ki, bu aların yerində mənfi 2 ilə 2 dayanıbdır. Deməli, mənfi 2-dən sıfıra, sıfırdan müsbət 2-yə bir-birinə bərabərdir. İndi bunu sahələrdə göstərəcəm deyərəm. Tutaq ki, bizə bir gx funksiyası verilir, tək funksiyadır. Tək funksiyanın qrafiki koordinat başlanğıcına nəzərən simetrikdir. Tək funksiyada, təkrar edək, tək funksiyada
f mənfi x bərabərdir mənfi f(x) idi. Tək funksiya olan yerdə cüt olmaz, sabit olmaz. Yalnız tək funksiyanın özü olmalıdır və f0 sıfıra bərabərdir. Tək funksiyanın xassəsidir. Amma tək funksiyanın, gx funksiyasının simmetrik sərhədlər daxilində integralı hesablanırsınız, həmişə sıfıra bərabərdir. Tək funksiyanın simmetrik sərhədlər daxilində integralı həmişə sıfırdır. Hesablanırıq, birbaşa sıfır edirik. Nəyə görə bu belədir? İndi baxırıq bu hissələrə. İndi diqqətlə baxın bu hissəyə. Bu cüt funksiya, tək funksiyanın əyrilərlə hüdudlanmış fiqurun sahəsində biləcəksiniz. Yəni o niyə sıfıra bərabər edir, bu niyə buna bərabərdir, diqqətlə baxın. Belə bir düzbucaqlı koordinat sistemidir. O x, o y oxu. Bizə belə bir funksiya verildi. Tutaq ki, belə bir funksiya verildi. Deyir ki, məsələn, bura A-dır, burada B. AB ətrafı, yəni AB sərhəddi daxilində bizə deyir ki, bu ştrixlənmiş hissənin sahəsini tapın. Uşaqlar, bu ştrixlənmiş hissənin, yəni bu fiqurun sahəsini tapmaq üçün integraldan istifadə edirik. İntegral. Bu da fx-in tutaq ki, qrafikidir. Hər hansı bir fx əyrisidir. Hardan hara? A-dan B-yə. Mən, baxın, B-dən A-ya yazmaram. Niyə? Çünki A daha kiçiyədədir, B daha böyüyədədir. A-dan B-yə, kiçikdən böyüyə. Fx yadda saxlayırıq ki, bu fx-in A ilə B ilə sərhəddi A və B, x oxu üzərində hər hansı bir nöqtələr, məsələn 1 ilə 8 tutaq ki, arasında qalan fiqurun sahəsini bizdən soruşursa, bu x oxu üzərində olan nöqtənin hər zaman ordinatı 0 olduğu üçün bu y bərabərdir x düz xətti, y bərabərdir 0 olur. Yəni bu y bərabərdir 0 düz xəttidir. Yəni x-dir. Düzdür? O x oxudur. Deməli, mən bu fx-dan nə çıxmalıyam? 0 çıxmalıyam. Yəni yuxarıda qeyd olunmuş bu əyridən, funksiyadan aşağıda məhdudlanan, baxın bu var ha, bunu çıxmalıyam. Yəni bu da 0-dır. Çıxıram, 0'ı çıxanda heç bir şey dəyişmir. Ona görə bunu göstərmək üçün yazdım sadəcə. dx və salam. Bunu hesablayıram. Biz bayaq bunu orada qeyd eləmişik. Diqqətlə baxın. Necə idi? fx-in integralı böyük fx-dir. Sərhədlər də hardan hara? A-dan B-yə. Bunu da necə işləyirdik biz? fb çıxılsın f-a. Bu hissələri deyəsiyəm. Bunları deyəcəm. Nasıl əvvəlcə bunları göstərmək istəyirəm. Diqqətlə bir başqasına baxın. Bura fikir verin. Belə testimizdən olsun istəsəz. Belə bir sualdır. Belə bir əyridir. Y bərabərdir 1 bölü x əyrisi. Bizə də deyir ki, buranı çəkmək olur mu? Bura 1'dir, burada verilibdir, 3'dür. Bizə deyir ki, baxın bu fiqurun sahəsini tapın. Dedik ki, biz bu fiqurun sahəsini integralla tapırıq. İntegral verilibdir, hansı funksiyanındır bu? Y bərabərdir 1 bölü x-indir. Dedik ki, bu ox oxu y nəyə bərabərdir? 0'a. Deməli, mən yuxarıdakı 1 bölü x funksiyasından y bərabərdir 0 nə etməliyəm? Çıxmalıyam. Çıxanda yenə də özü alınır. Yəni, alınır integral 1 bölü x dx. Sərhədlərim də hardan haradır? 1'dən 3'ə. Baxın, 1 ilə 3'ün arasında məhdudlanırdır. 1 bölü x'in integralı ln x idi.
Çünki ln x-in törəməsi 1 bölü x idi. Bu ln x-lı sərhədlərin 1-dən 3-ədir. Yerinə gətirib qoyuram. ln 3 çıxılsın nə? ln 1. Belə bir sual. ln 1 də bilirik nədir? 0. Loqaritm. Tutaq ki, belə bir şəkildə indi. Şöyle baxın. 9-cu sualımız formadadır. Düzbucaqlı koordinat sistemində deyir ki, bu y bərabərdir. Y bərabərdir. 2y düz xəttidir. Bu y bərabərdir. 2 bölünsün x funksiyasıdır. Bir də bu bir düz xəttir. Bizə də deyir ki, bu hissənin sahəsini tapın. Bayaqki suallardan fərqlidir biraz. Bizə fikir verirsinizmi? Bu hissənin sahəsini soruşur. Buranın sahəsi lazımdır. Baxıram ki, sərhədlərimin biri var, amma biri yoxdur. O birisi sərhəddə fikir versəniz əgər, bu y bərabərdir 2y düz xətti ilə y bərabərdir 2 bölü düz xətti burada kəsişirdir. Diqqətlə baxın, kəsişirdir. Funksiyalar kəsişirsə bir-birinə bərabər olur. 2 bölü y bərabərdir 2 bölünsün x-a. Mən buradan x axtarıram. 2'lər 7. Y bərabərdir 1 bölü x qaldı. X ilə y'nin yerini dəyişsəm oldu 1 bölü y. Deməli, baxın, bu növbəti sərhəd neçəymiş? 1 bölü y imiş. Bura 1 bölü y. Deməli, biz hansı sərhədləri daxilində şirklənmiş hissəni axtarırıq? 1 bölü y ilə 1 daxilində axtarırıq. Hansı funksiyanın integralına əsasən? Bayaq qeyd elədim. Yuxarıdakı funksiyadan aşağıdakı funksiya çıxılır. Yuxarıdakı funksiyadan diqqətlə baxın. Aşağıdakı funksiyanı çıxmaq lazımdır. Yuxarıdakı funksiya nədir? Y bərabərdir 2y'dir. Baxın, 2y aşağını çıxırsan. Aşağı da bu funksiyadır. Yəni 2 bölü x'i çıxırsan. Biz bayaq yuxarıda yadınıza gəlir, burada ne edirdik? 1 bölü x'dan y bərabərdir 0'ı çıxırdıq. 0'ı çıxanda bir şey dəyişdirdi. Amma burada dəyişir, fikir verin. Desəniz ki, müəllim, mən yox. 2 bölü x'dan 2 yeni çıxmaq istəyirəm. Çıx. Yekunda cavab mənfi alınırsa, cavabı müsbət götürəsiniz. Çünki olmalıdır, bu fiqurun sahəsindən söhbət edir. Sahə müsbət olar. Sahənin integralı mənfi olar. Amma sahə müsbət olmalıdır. Deməli, mən bunu integrallamalıyam. Hansı sərhədlər daxilində? Bu kiçikdir, bu sizcə? Təbii ki, bu kiçikdir. 1 bölü y'dən 1'ə qədər. Qaldı bunun integralını hesablamaq. 2y'nin integrallama dəyişən x olduğu üçün 2y x olur. 1 bölü x'in integralı ln x idi. Ona görə 2 ilə qarşıya keçdi. 2 ln x olur. Sərhədlərim 1 bölü y'dən 1'ə qədər. Yəni, bir dəfə gətirib yerinə 1 yazıram, hesablayıram. Sonra bir dəfə yerinə 1 bölü y yazıram, hesablayıram. Alınan cavabları ne edirəm? Bunu belə hesablayırıq. Daha sonra baxaq sahələrdə tək və cütü. Baxın, bunları burada göstərək. İndi bir dənə bu hissəyə fikir verin. Bu tək və cütü burada göstərməmişdən qabaq bir dənə bu hissəyə fikir verin. Düzbucaqlı koordinat sistemidir. Şöyle, tutaq ki, bizim belə bir əyrimiz var. Məsələn, belə bir əyri. Bizə də deyir ki, bu sərhəd daxilində və yaxud istəsəz bunu bu şəkildə göstərək. Məsələn, belə bir əyridir. Hər hansı bir funksiyadır bu. Bu A'dır, bu B'dir.
Deyir, bu fiqurun sahəsini tapın. Biz bayaqdan verilən funksiyaları OX oxundan yuxarıda göstərirdik. Fikir verirsinizmi? Nümunələrdə də yuxarıdaydı. Bəs aşağıda olanda nə olur? Dedik ki, bu verilən funksiyanı integrallayırıqsa, tutaq ki, fx funksiyasıdır bu. Sərhədlər A-dan B-yədir. İndi fikir verin. Bayaq deyirdik ki, bu y bərabərdir 0 düz xəttidir. Yuxarı funksiyadan aşağı funksiya çıxılmalıydı. Bayaq biz fx-dan 0 çıxırdıq, heç nə dəyişmirdi. Amma burada 0-dan bu fx-i çıxmalıyam, sonra nə etməliyəm? İntegralamalıyam. 0-dan da funksiyanı çıxanda necə oldu? Mənfi oldu. Deməli, sahə mənfi olmaz, sahə müsbət olar. Amma sahənin integralı mənfi ola bilərmiş. Deməli, sahənin integralı burada oldu mənfi. Mənfini atdıq qabağa, integral A-dan B-yə f equals dx. Yəni, OX oxundan aşağıda yerləşən əyrinin integralı hər zaman necə olacaq? Mənfi. Mənfi olacaq. Hər zaman mənfi olacaq. OX oxundan yuxarıdadsa müsbət olacaq. İndi bu hissəyə fikir verin. Dedik ki, baxırıq birinci tək funksiyaya. Dedik ki, simmetrik sərhəd daxilində tək funksiyanın integralı həmişə 0-dır. Nəyə görə o 0-dır? Bura baxın. Tutaq ki, mən bir funksiya, tək funksiya çəkirəm. Simmetrik sərhəd. Tutaq ki, bura mənfi A-dır. Burada müsbət A-dır. Uşaqlar, tək funksiyanın qrafiki dedik ki, koordinat başlanğıcına nəzərən simmetrik olmalıdır. Bu da Jx funksiyasıdır. Jx funksiyası. Fikir versəniz, simmetrik sərhəd daxilindədir. Bunun sahəsi S1 olsun, bunun sahəsi S2 olsun. Fikir verin, bunun sahəsi S1, S2. Biz bu hissənin sahəsini, yəni bu S1-i tapası olsaq, integral yazmalıyam hara? 0-dan nəyə? A-ya Jx nə? Dx. Düzdürmü? Söhbət burada S1-dən gedir. Bu bərabərdir S1-ə. Bir də buranın sahəsini tapıram. OX oxundan aşağıda yerləşən funksiyanın, yəni sahənin integralı həmişə necə olur dedik? Mənfi olur. Onda bunu qeyd edirəm hardan hara? Mənfi A-dan 0-a kiçikdən böyüyə. Jx funksiyasıdır yenə. Dx 0-dan çıxdığımız üçün qarşıya bir dənə mənfi keçmişdi. Baxın buna əsasən bərabərdir. Bu da S2-yə. Biz bunu hesablayırıq da, düzdür? S1 plus S2-ni hesablayırıq. Yəni, simmetrik sərhədli mənfi A-dan A-ya Jx dx funksiyasını hesablayırıq. İntegrallayırıq. İndi fikir verin. Bu mənfini də ata bilərəm bunun qarşısına. Düzdür? Bu özü, bu ikisinin nəyinə bərabərdir? Cəminə bərabərdir. Bunlar da simmetrik sərhədli olduğu üçün iki funksiya da bir-birinə bərabərdir. S1 və S2 də bir-birinə bərabərdir. Tutaq ki, birinin sahəsini 4 tapmışsan, digərinin sahəsini mənfi 4 tapmışsan. Bunları toplayanda nə olur? 0. Yəni, tək funksiyanın simmetrik sərhədlər daxilində integralı həmişə 0-a bərabərdir. Yəni, bunun da əyani forması, yəni həndəsi forması deyək, şəkil formasında, sahə formasında hüdudlanıb mənfi A-dan A-ya. Niyə 0 oldu? Səbəbi odur ki, bir də təkrar edirəm, OX oxundan aşağıda yerləşən əyrinin sahəsi, belə deyək də, sahə müsbətdir. Amma sahənin integralı mənfidir. Səbəbi də odur ki, 0-dan fx-i çıxıram. Y bərabərdir 0 düz xəttidir bu x. 0-dan çıxdığım zaman bu mənfi olur. Sahə oldu mənfi. Daha doğrusu sahənin integralı mənfidir. Biz onu integrallayırıq. Bu da simmetrik ətraflıdır. Mənfi A-dan, daha doğrusu simmetrik sərhəddir. Mənfi A-dan müsbət A-ya. Tutaq ki, mənfi 2-dən müsbət 2-yə qədərdir. Mən yoxladım 0-dan müsbət 2-ni. Aldım, tutaq ki, cavabı 4. Mənfi 2-dən 0-a aldım, mənfi 4. Bunları toplamalıyam ki,
mənfi A'dan A'ya Jx dx olsun. Yəni mənfi 2-dən 2-yə. Və bunlar da qarşılıqlı əks ədədlər olduğu üçün sahələr neylədir? Cəmi 0-a bərabər oldu. Cüt funksiyada isə, cüt funksiyada bu belədir. Baxırıq bura. Buranı çəkmək olur mu? Ox, oy bir bax. Uşaqlar, cüt funksiyanın qrafiki dedik ki, ordinat oxuna nəzərən simetrikdir. Belə bir funksiya yazıram, ki, simetrik olsun. Bax ki, belə bir funksiyadır. Ordinat oxuna nəzərən simetrik olmalıdır. Ordinat oxuna nəzərən simetrik olmalıdır. Biraz da sərgəli olsun. Tutaq ki, buradan bura B'dir. Buradan bura mənfi B'dir. Və funksiyanda fx'dir, yəni cüt funksiyadır. Cüt funksiyanın, qeyd elədim ki, cüt funksiyanın simetrik sərhədlər daxilində integralı 2 vurulsun mənfi A'dan 0-a fx dx və yaxud 2-dən 0-dan A'ya fx dx formasında olur. Əgər mən buranın sahəsini tapıramsa, bax, buranın sahəsi, bura S1 olsun, burada sahəsi olsun S2. Bunların sahəsini tapıram. Ümumi integralın belədir. Mənfi B'dən B'yə bərabərdir. Daha doğrusu fx dx nəyə bərabərdir? S1 plus S2'ye. 1-2 deyil. S1 plus S2 formasında olur. İndi bura 0'dır. Baxırıq bu hissəyə. 0-dan B'yə nə yazmalıyam? Fx dx fx dx fx dx sahəsi nəyə bərabərdir? S1'ə bərabər dedik. Bir də nədən nəyə? Mənfi B'dən 0-a fx dx bərabərdir. Bu da S2'yə. Simetrik sərhəd daxilində olduğu üçün, tutaq ki, bu aydın məsələdir ki, o x oxundan yuxarıdadır, müsbətdir. Tutaq ki, bura mənfi 3-dən 0-a idi, 0-dan 3-ə idi. Bu ikisinin integralı bir-birinə bərabərdir. Yəni bu S1, S2'yə bərabərdir. Ona görə buna da S yazıram, buna da S yazıram. Bu ikisinin cəmi buna bərabər olduğu üçün, bunlar da nəyə bərabər olmuş olur? 2S-ə. Yəni, fikir versəniz əgər, integral simetrik sərhədlər daxilində cüt funksiyanın integralı, yəni mənfi A'dan A'ya fx dx 2 vurulsun, bu hissə 0-dan B'yə nəyə bərabərdir? S. Oldu nə? 2S. Bu oldu 2S. Həmçinin 0-dan A'ya, yəni 0-dan A'ya birinci mənfi A'dan deməliydik, mənfi B'dən 0-a deməliydik. 2 dənə integral fx dx, bir də 0-dan A'ya fx dx'in yerinə yazmalıyam S. Olur, bu da 2S, bu da 2S. Təbii ki, deyilər, nümunə göstərək bir dənə. Nümunə baxın. Nümunə əsasında yaxşı başa düşmə olacaq. Tutaq ki, bizə bir dənə cüt funksiya verilibdir. Sərhədlərimiz də olsun mənfi 2-dən 2-yə. Mənfi 2-dən 2-yə. Cüt funksiya x kvadratı. Tutaq ki, dx. Gəlin bunu integrallayaq. Əslində, bunu integrallasaq, yəni baxın belə deyək də, bunu belə yaza bilərəm. Mənfi 2-dən 0-a 2, düstura görə 2, fx, yəni x kvadratı dx, həmçinin bərabərdir 0-dan 2-yə x kvadratı dx-a. Yəni mənfi 2-dən 2-yə hesablamasanız da olar. Mənfi 2-dən 0 hesablayıb 2-yə vurun. Və yaxud 0-dan 2-yə hesablayıb 2-yə vurun. Eyni şey. Yəni hər birində ödəyəcək, yoxlayaq. X kvadratının integralı bilirik ki, x üstü 3 bölünsün nədir? 3'dür. Sərhədlərim mənfi 2-dən 0-a,
Bunu hesablayıram. Yerinə 0 yazanda 0 bölü 3 elədi, 0 çıxılsın. Mənfi 2 yazanda mənfi 3-də 8. Qarşıda da mənfi var. Müsbət 3-də 8 alındı. Fikir verin. İndi bunun integralını tapıram. 0-dan 2 olan hissini. Yenə də x kubu bölünsün 3'dür. Haradan hara? 0-dan 2. Yerinə yazsam 3'də 8 çıx 0 elədi 3'də 8. Fikir verin. Bu ikisinin cəmi 10'a bərabərdir axı. Mənfi 2-dən 2-yə bərabərdir. Yəni bunların cəmi eləməlidir 3'də 16. Yoxlayaq, həqiqətən də 3'də 16'dır mı? Bunun integralı həmçinin x kubu bölü 3 idi. Haradan hara? Mənfi 2-dən müsbət 2'yə yoxlayıram. 2'nin kubu 8, 3'də 8 çıxılsın. Mənfi 3'də 8, 2 mənfi. Elədi 3'də 8. Cavabım da elədi 3'də 16. Fikir verin uşaqlar, fikir verin. Eyni şeydir. Yəni simetrik ətraflı verilmiş funksiyanın integralını tapan zamanı 2 vurulsun, mənfi 2'dən 0'a hesablasaz da doğrudur və yaxud 2 vurulsun, buraya 2 qeyd eləməmişəm, 2 vurulsun 0'dan 2'yə deyib integrallasaz da kifayətdir. Yəni verilən funksiyaların əgər cütdürsə, simetrik sərhəd daxilində integralı bu şəkildə göstərilir. Amma tək funksiyanın isə hər zaman nəyə bərabərdir? 0'a bərabərdir. Bir dənə bu hissəyə də fikir verin. Tək funksiyada niyə 0'a bərabərdir? Buna fikir verin. Nümunə əsasında yaxşı başa düşmək olur da bunu. Daha ki bir dənə tək funksiya. Mənfi 5'dən 5'ə olsun x funksiyası dx. Bilirik ki x tək funksiya. İntegrallasam x üstü 2 bölünsün 2. Hardan hara? Mənfi 5'dən müsbət 5'ə. İntegralladım. 5'in kvadratı 25 bölü 2. Nə? 12,5. Çıxılsın bu düstura görə. Mənfi 5'in kvadratı. Yenə 25. Müsbət 25 bölü 2 12,5. Bunları bir-birindən çıxanda 0. Yəni simetrik sərhədli tək funksiyanın integralı həmişə 0'dır. Səbəbi də odur. Həndəsi təsvirdə də göstərdim əyrilərlə. Koordinat, çünki koordinat oxundan, o x oxundan aşağıda yerləşir. Aşağıda yerləşəndə sahə müsbətdir, amma sahənin integralı mənfidir. Həmin o xassiyyə görə. Bu da ola, bu xassiyyə görə. Aşağıda bu xassiyyə görə. Olur mənfi. Belə.